38'də var. Yuxarı sıraları çox olsa. Azərbaycan və Almaniyanın futbol yığmaları martın 26-sında Bakıda qarşı-qarşıya gələcək. Oyunun keçiriləcəyi Tofiq Bəhramov adına stadiona biletlərin çoxu artıq satılıb. Bilet almağa gələn azarkeşlərin bəzisi əli boş geri dönməli olub. İstədiyim qiymətdə bilet yox idi. Gəlib evdə baxırsan. Neçə manatlı bilet istəyirsiniz? 2 manatlı. Bilet bahadır. 14 manatlı bilet, pulum da yoxdur. Bəs necə eləyəcəksən? Oyuna baxmayacağam. Mən güclə bilet tapdım açıq istədiyim. 2 sektor sadəcə olaraq qalıb. Biletlər qara bazar deyil, yəni sırf olaraq real. Çünki mən hal-hazırda Afan saytına da girdim. Orada da eyni ilə burada yazılan sektorlara qalıb satışlar. İndi kim tələsibsə tez götürüb, kim gecikibsə televizor baxmalı olacaq. Gəldi, yaxınlaşdıq. Dedilər yoxdur. 2 manatlıq, 5 manatlıq yoxdur. 9 manatlıq var. O da gücünü satmır. Biletlərin satışı yanvarın 10-dan başlanmışdı. Martın 24-də kassalarda ancaq 9 və 12 manatlıq biletlər qalıb. Biletlərin 90%-dən çoxu satılıb, VIP yerlər də daxil. Oyunu stadionda canlı izləyə bilməyənlər keyflərini pozmurlar. Deyirlər ki, televizorda baxarlar. Əsas odur ki, yaxşı oyun olsun. Amma Azərbaycan yığmasının azarkeşləri qələbəyə elə də ümidli deyirlər. Ən yaxşı halda oyunun heç-heçə bitməsinə ümid edirlər. Ancaq varacaq Almaniya. Tək qapı olacaq oyun. Dünya çempionatında Braziliya 7 gol vuran komandadır. Yəni bundan hər şey gözləmək olar. Böyük hesablı məğlubiyyət də hazır olmalıyıq. Heç şey də hazır olmalıyıq. Əsas odur ki, birinci hissədə tez gol buraxmayaq. Birinci hissədə yəni ki, ilk 20-30 dəqiqəni dözə bilsək, Alman maşınının, belə deyək, Rus üçün naporuna dözə bilsək, rahat saxlaya biləcəyik. Первый time birinci hissəni saxlaya bilsək, ikinci hissəsə fiziki olaraq hazırlıqlı olsaq, yəni tez ruhdan düşməsə, sınmasaq, bir sıfır məğlubiyyət də bizim üçün uğur deyərəm mən buna. Çünki Almandır bu. Hara fırlasanız bu Alman komandası, dünya çempionudur. Qələbə qazanmasa da elə onlarla Almaniya ilə oynamaq elə özü böyük bir qələbəyə yaxın bir şeydir. Ümumiyyətlə mən futbol azarkeşi, bir o qədər futbol azarkeşlər ama sadəcə olaraq Azərbaycan-Almaniya maçı olduğu üçün Azərbaycana dəstək olmaq üçün mən gəlib iştirak etməyə. Uşaqlarımı bir də ki gətirib bir yerdə yəni ailəvi istirahət etmək məqsədilə. Azərbaycan Almaniya ilə oyuna qədər qrupda 4 oyun keçirərək 7 xal toplayıb. Qrupda 3-cü yerdə qərarlaşıb. Almaniya yığması isə qrupda keçirdiyi 4 oyundan maksimum xal toplayaraq liderdir.